Bugün doğrudan elə bir nurani bir gündür ki, bizim elə bugün bura toplaşmamızın əsl səbəbi də elə bugündür. Yəni Peyğəmbər Salavatullahın Hira mağarasında Cəbəlün Nur, ora elə Nur dağı deyilmə səbəblərindən biri budur ki, ilahi vəhy, həmin ilahi nur o dağa indiyində və məhz bugün dünyanın bütün qütblərinə, bütün coğrafi nöqtələrinə, ərazilərinə nur elə o dağdan, o Hira mağarasından yayılmış. Və Peyğəmbər Salavatullah əzizlərimiz, natiqlər qeyd etdilər, Uca Rəbbimizin bizə göndərdiyi ən böyük nimətlərdən biridir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ləqəd mənnəllah aləl müminə. Allah müminlərə bu böyük neməti bəxş etmiş, İzbə'sə fihim rasulən min ənfusihim rasulən. Onların özlərindən bir Peyğəmbər göndərmiş. Əgər o mələk olsaydı deyəcəkdilər o bizdən deyil. Amma bizim təki o bizim aramızda yaşamış, bizim təki yemiş və yer üzərində də gəzib dolanmış. Və bizim birimizdən olaraq o məqama yüksəlibsə, Allah əslində onun əxlaqı ilə bizim həyatımızı qurmağımızı və yaşamımızı onun həyat tərzinə uyğun formalaşdırmağımızı bizdən istəmiş. Bəli, Peyğəmbər Salavatullahın ən böyük missiyalarından biri və bəlkə də birincisi bizdən öncə natiqlərdən biri qeyd etdi. Buğaystu li utəmmimə məkariməl əxlaq. Mən göndərilmişəm, gəlmişəm əxlaqi gözəllikləri kamilləşdirən, tamamlayan. Bəli. وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə rəhmət olaraq göndərmişik. O təkcə insanlığa deyil, bəşəriyyətə deyil, bütün dünyaya rəhmət olaraq gəlib. Və məhz elə onun bütün əxlaqi keyfiyyətləri tarixi mənbələrdən hər kəsə bəllidir. Bizim burada dəyərli, möhtərəm alimlərimiz var, ustadlarımız var. Əslində hər danışan özü bir güldür. Belə deyərlər ki, hər gülün bir ətri var, qoxusu var. Əgər bir gül bağına girmiş olsan, hansı gülü dərib qoxulasan, onun özünə məxsus bir ətri olacaq. Və Peyğəmbər Salavatullah buyurur ki, Əl-uləmâ'u kəl-əttar. Alimlər də ətir satanlar təkidir. Əgər sən bir ətir dükanına girib, heç ətir almasan da, biraz orada dayanmış olsan, oradan çıxandan sonra sənin üstündən ətir qoxusu gələcək. Ona görə gözəl insanlarla dostluq edin, gözəl insanlarla ünsiyyət qurun. Dəyməz bu qısa ömürdə, bu kiçik bir vaxtda biz insanların qəlbini qıraq, dilimizlə onları incidək, əziyyət verək, yalan danışaq, böhtan ataq, qeybət edək və dil kiçik üzv olmasına baxmayaraq, böyük orqanların üzvlərin görə bilmədiyi işi görür. Sən bu dillə buludlar təki həm yüksələ bilərsən, həm torpaq təki əyaq altında tapdana bilərsən. Mərhum Şeyx Nizami Gəncəvinin əsərində bir bəndini deyəcəm, vaxtın azlığını nəzərə alaraq, buyurur, dil gülünc etməsin deyə insanı, olmuş insan ağzı dilin zindanı. Elə söz var yaramaz demək, başqa bir sözlə söyləmək gərək. Bir inci saflığı varsa da suda, artıq içilsə dərd verər o da. Gərək hər ağzımızdan çıxan sözə diqqət edək. İmam Əli əleyhissalam buyurur ki, söz nə qədər sənin ağzından çıxmayıb, o sənin əsirində. Amma ağzından çıxdıqdan sonra sən onun əsiri olursan. Ona görə aqillə cahilin də fərqi bundadır ki, aqil insan, ağıllı, müdrik insanlar sözü danışmazdan öncə fikirləşər, sonra danışar. Cahil və nadan insan danışdıqdan sonra bu nə idi, mən danışdım, niyə bunu dedim, bu sözü danışdım deyə düşünər. Bəli, bugün tarixi bir gündür və tarixi əhmiyyətə malik olan bir gündür və o gündür ki, Peyğəmbər Salavatullah
öz mərhəməti ilə dünyaya mesaj vermiş. Bir örnek çəkib və sözümü tamamlayacağım ki, digər qonaqlarımızdan da istifadə edək. Peyğəmbər sallavatullahın mərhəməti ümumbəşərin örnəkdir, nümunədir. Savaşların birində Peyğəmbər sallavatullahın alnı yaralanmışdı, qan axırdı. Ovcuna qan yerə tökülməsin deyə əlinə yığır ovcuna və yanında olan sahabələr soruşur ki, ya Rasulallah, nədən qanı əlinin içərisində ovcunda tutursan? Deyir, əgər yerə düşmüş olsa, Allah bunlara ümmətə əzab nazil eləyər. Allahın qəzəbi bunları tutar, əzab nazil etməsin deyə bunu edirəm. Baxın, və ardıca ümmət üçün dua edir. Buyurur, Allahümme gfirhum fe innehum la ya'rifunani. Allah, bunları bağışla. Bunlar məni tanımır. Məni tanısaydılar, mənə qarşı bunu etməzdilər. Görün biz necə bir mərhəmətli Peyğəmbərin ümmətiyik. O nöqteyi nəzərdən bu qısa ömürdə çalışağın bir-birimizin qədrin bilək, bir-birimizin dəyərin bilək. Və son olaraq bir hədislə sözümü tamamlayıram. Bu deyəcəyim 3 əmanətə də xanımlı, kişili, cavanlı, qocalı sahib çıxar. Səlasətun yəşkunə ilallah yevməl qiyamə. 3 şey var qiyamət günü bizdən. Əgər burada olan, bu zalda olan, elə başda özüm, əgər bunun haqqını əda etmiriksə, qiyamət günü bu 3 şey bizdən şikayətçi olar. Əl-əvvəl Kitabullah Əl-Quranül Kərim. Birincisi Allah'ın kitabı olan Quran-ı Kərimdir. Əgər biz ona sahiblənməsək, qiyamət günü Quran bizdən şikayətçi olar ki, Allah'ım, məni insanlar oxusun, əməl etsin deyə nazil etdin. Amma nə oxuyan oldu, nə əməl edən. Gəlin, burada neçə yüz insanıq? Bəyli, xanımlı, cavanlı, qocalı. 50, 60, 70 yaşında olan böyüklərim. Mən baxıram burada anamdan yaşlı olan ağbirçək analarımız var. Şərəf və ləyaqət daşıyıcısı olan atamdan yaşlı olan böyüklərim var. Allah bütün dünyasını değişən ata-analarımıza rəhmət eləsin. Qalanlara şərəfli, dəyərli, qiymətli, mənalı ömür nəsib eləsin. Anamın 63 yaşı, atamın 65 yaşı var. Amma burada əyləşənlərin içərisində anamdan da, atamdan da yaşlı olan böyüklər var. Mən elə böyüklərimizin yaşını qeyd edirəm. Aramızda 60 il, 70 il, 80-a yaxın yaşı olan böyüklərimiz 70 ildir deyirik, and olsun Qurana. And olsun Qurana deyərək evimizi tikdik, maşın aldıq, alverimizi, ticarətimizi yerbəyir elədik. Bir sözlə həyatımızı and olsun Qurana deyərək etdik. Gəlin, əgər burada yüzlər insan içərisində anonim sorğu keçirsək ki, neçə birimiz bu yaşımıza qədər heç ərəb dilində demirəm, öz dilində, yazıb oxuya biləcəyin dildə, neçə dəfə demirəm, bir dəfə əvvəldən axıra Quranı oxumusansa xoşhalı var. Amma bunu sən də, mən də bilirəm ki, əgər anonim sorğu belə keçirmiş olsa, oxumuşam deyənlərdən çox oxumamışam deyənlər olacaq. Ona görə buradan bu nəticəyə gəlir ki, biz Quranımıza layiqincə sahib çıxmamışıq. Quranımızı and kitabı kimi qəbul etmişik. Amma günə bir vərəq sən Qurandan oxumuş olsan, 300 vərəqdən ibarətdir Quran. 300 günə bitirmiş olarsan, ilimiz isə 365 gündən ibarət və yerdə hələ ili tamamlamaq üçün 65 günündə qalmış olar. Əgər 20 yaşında başlasaydın bunu həyata keçirməyə, 30 yaşın varsa azından 10 dəfə, 40 yaşın varsa azından 20 dəfə sən Qur'anı bitirmiş olardın. Amma çox əfsuslar, biz bunu etmədik. İkinci sahib çıxacağımız Vassani Mescid, Allah'ın ibadət evləri, yerləri olan məscidlərdir. Əgər bir yerdə, bir kənddə məscid olar, əgər kəndin, qəsəbənin sakinləri o məsciddə ibadət etməyə, la yüsəlli fihi ahluh. Əgər
orada yaşayan məntəqədə olan insanlar gedib o məsciddə ibadət etməsələr, qiyamət günü o məscid, o kəndin, o qəsəbənin sakinindən şikayətçi olar. Allahım, məni inşa etdilər, sənin üçün ibadət etsinlər. Amma nə gələn oldu, nə gedən, nə qapını açan oldu, nə ibadət edən. İkinci bizdən şikayətçi olan məscid olar. Vassalis alimun beynə cuhal. Bəzi təbirlərdə, hədislərdə var. Alimun ləm yüsəl ən elmi. Əgər bir yerdə, bir kənddə, bir qəsəbədə alim ola, elm əhli olar. Əgər o kəndin, qəsəbənin sakinləri o alimin elmindən faydalanmasalar, qiyamət günü o alimin elmi o kəndin, qəsəbənin sakinlərindən şikayətçi olar. Allahım, sahibim mənə yiyələndi, faydalansınlar, amma dünya işlərinə başları ilə qatışdı, heç ahirəti yada salmadılar. Gəlib öz şər'i fiqhi məsələlərini soruşmadılar. Bu üç məsələyə diqqət edək. Allah'ın kitabı olan Kur'an-ı Kerim, 2 məscidlər, 3 alimlər. Allah bu üçünə də sahiblənməyi hər birimizə nəsib eləsin. Mən çox danışıb sizi yormaq istəmirəm, amma sonda sizə kimisi qardaş kimi, kimisi müsəlman kimi, kimisi də elə bir insan kimi bu sözləri bizdən doğma və səmimi qəbul etsin ki, doğrudan da həyat düşündüyümüzdən də qısadır. Məsələn, mən deyirəm, 40 yaşım var, amma etibar eyləmə az ömrə əcəl vermə zamanına. Gecə gündüz dolanır sürət eylən çərxi zaman. Getməlisən bu cahandan, zəhmət-i bica nədir? Hər kim olursansa ol, bir gün ise getməlisən bu cahandan, zəhmət-i bica nədir? Gər 1000 il ömrün ola, əgərdir gər qafiyyə görədir. Gər 1000 il ömrün ola, dünya vəfa etməz sənə. Getməlisən bu cahandan, zəhmət-i bica nədir? Hər kim olursansa ol, bir günüsü getməlisən bu cahandan, zəhmət-i bica nədir? Möhtərəm tədbir iştirakçıları, anaların, bacıların, ataların, qardaşların, İnanın, bu dünya malına görə dəyməz. Nə o aparacaq, nə sən. Amma bu zalda 400'ə yaxın əhalinin, cəmaatın tədbir iştirakçılarının içərisində əminliklə dünya malına görə bacısı ilə qardaş küsülüdür, qardaş qardaşla küsülüdür, əmyoğlu bir-biri ilə küsülüdür. Dəyməz. Çünki o burada qalacaq. Özümüzlə aparacağımız o insani keyfiyyətimiz, gözəl xasiyyətimiz. Çalışanın mehriban olaq, əzizlərimizi sevək, bir-birimizə şəfqət, məhəbbət göstərək. Qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar edək. İnanın, bir gün o qədər peşman olacaq. Amma o peşmançılıq bizə belə fayda verməyəcək. Amma Allah'ımızın bizə verdiyi bu nemətlərin gərək şükürünü edək, təşəkkürünü Rəbbimizə qaytaraq. Və bugün məhz elə bu Peyğəmbərimizin məbus olması da elə dünyaya sülh, əmniyyət, ədalət, səmimiyyət mesajlarını buraxmış. Əgər biz bunu təkcə dilimizdə deyib, əməlimizdə, praktikada, tətbiqdə onu göstərməsək, inanın, o nurdan biz yalnız söz olarak istifadə etmiş olacaq. Allah bu bayramı cümlə müsəlmanlara, bəşəriyyətə mübarək eləsin. Allah'tan dilək və istəyimiz budur ki, daima dilimizi Allah zikri ilə nurlandırsın, qəlbimizi onun nuru ilə huzurlandırsın və bizi bir-birimizə mehriban eləsin. Bir neçə yerdə deyərlər dua qəbuldur. Əgər mən reglamenti açdımsa qardaşlarımdan, böyüklərimdən üzr istəyirəm, dua ilə sözümü bitirirəm. Bir neçə nəfərin duası qəbul olar, onlardan biri də müsafirin duasıdır. İndi biz burada özümüzü qərib hiss eləmirik, bizim doğmalarımız, əzizlərimiz, qardaşlarımız, ana bacılarımızdır.
hədisdə qərib də keçir. Atanın, ananın duasıdır. Çalışın atanızdan, ananızdan sağdır, hər an dua istəyin. Çünki onların duası bizim cənnətimizdir. Biz bəzən cənnətimizi başqa yerdə axtarırıq. Amma əl-cənnətu taxta aqdamı ümməhatikum. Peyğəmbər salavatullah buyurur, cənnət sizin ananızın ayağı altındadır. Uşaqkən bizi hər dəfə yuyub bələyən anamız ayağımızın altından öpdüyü halda sən mən neçə dəfə anamın əlindən öpdüm? Bir düşüngünəm, bir dərindən düşünsün. Ona görə çalışarım o söz olarak bununla sözümü tamamlayayım. Müsafirin duası ki qəbuldur. Allah'ım qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar et cinəm. Daima bizi öz nurunla nurlandır cinəm. Bizi bu yolda sabit qədəmlərdən qərar ver cinəm. Allah'ım bizi Kur'an ve Əhl-i Beytündən nə dünyada nə övvada ayrı salma cinəm. Allah'ım sen rəhmansan, rəhimsən, mərhəmətlisən, ərhəmür rahiminsən. Allah, mən özümü deyirəm, elə özümüzü deyirəm. Sən baxa-baxa çox günahlar eləmişik. Sən baxa-baxa çox xətalar, nöqsanlar eləmişik. Desək, bilməmişik, yox bilmişik, bilə-bilə etmişik. Amma Allah, sən rəhmansan, rəhimsən, bağışlayansan. Allah, günahlarımızı bağışlamamış bizi bu dünyadan aparma cinəm. Allah'ım tövbələrimizi qəbul etməmiş bizi bu dünyadan aparma cinəm. Sülhü, əmniyyəti, ədaləti yer üzərində bərqərar et cinəm. Vəssalamu aleykum və rahmetullahi və barakatuh. Allah hər birinizdən razı olsun. Mən böyle